Qan analizinin təhlili sizə maraqlıdır? O zaman yaxın əyləşin. Qan analizinə baxarkən ilk gördüyümüz göstərici leykosit və neytrofillərə aiddir. Leykosit və neytrofilləri bərabər şəkildə yorumlayacağıq. Bunların hər ikisinin artması bakterial və iltihab proseslərdə baş verir. Azalması immun hüceyrələrin defisiti, yəni immunitetin təhlükə altında olduğunu göstərir. Sonra baxırıq, limfosit və monositlər. Bunların artması virus infeksiyalarında olur. Eozinofil və bazofil, bunların artması allergik xəstəliklərdə və parazitar infeksiyalarda olur. Sonra gəlirik, düşürük aşağı, baxırıq hemoqlobinə. Hemoqlobin normal, MCV və MCH azalıbsa, bu latent dəmir defisitindən, yəni gizli dəmir defisitinin olmasına xəbər verir. Əgər hemoqlobin də azalıb və yanaşı MCV və MCH da azalıbsa, bu dəmir defisitli anemiyadan xəbər verir. Hemoqlobin azalıb, MCV və MCH artıbsa, bu B12 və fol defisitli anemiyalardan xəbər verir. Bundan əlavə, hemoqlobin azalıbsa, yanaşı MCV azalıbsa və eritrositlər artıbsa, bu talasemiya daşıyıcılığı barəsində düşünməyə əsas verir. Bundan əlavə, gəlirik trombositlərə baxırıq. Trombositlərin artması dəmir defisitli anemiyaların fonunda və eləcə iltihab proseslərdə. Trombositlərin azalması B12 fol defisitli anemiyaların fonunda virus infeksiyalarda və güclü intoksikasiyalar zamanı baş verir. Sonra gəlirik, baxırıq EÇS-ə. EÇS-in artması iltihab proseslərdə və onkologiyadan bizə məlumat verəcək.